Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasını həyata keçirməsi Azərbaycan tarixində milli qurtuluş və quruculuq dövrü kimi əbədi həkk olunub. Bu barədə Milli Məclisin plenar iclasında danışılıb. Bildirilib ki, Ulu Öndərin başlatdığı tarixi missiya bugün eyni əzm və iradə ilə davam etdirilir. Azərbaycan dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli dövlətdir. Parlamentdə ötən ilin büdcəsinin icrası da bugün müzakirə olunub. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Məhz onun sayəsində xalqımız müstəqil dövlətini qoruya bildi. Bu fikirlər Milli Məclisin plenar iclasında səsləndirildi. Milli Qurtuluş Günü münasibəti ilə Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlandı. 2 gündən sonra xalqımız Qurtuluş Bayramını qeyd edəcək. Milli liderimizin məharətlə və əzmlə xilaskarlıq missiyasını həyata keçirməsi, hüquqi, demokratik və dünyəvi dövlətin möhkəm təməlini yaratması, Azərbaycanın tarixinə milli qurtuluş və quruculuq dövrü kimi əbədi həkk olunmuşdur. İclasda bir neçə gün əvvəl Qazaxıstanın paytaxtı Astanada keçirilən Türk Dövlətləri Parlament Assambleyasının 14-cü plenar iclası barədə də məlumat verildi. Bildirildi ki, Türk dünyasının birləşməsi istiqamətindəki fəaliyyət, Türk dövlətləri ilə əlaqələrin daha da genişləndirilməsində Azərbaycanın rolu, təşkilatın gələcək fəaliyyəti müzakirə olunub. İyunun 12-də Türkbanın Şura iclasında mən Milli Məclisin təşkilata sədrliyi dövründə görülmüş işlərə dair hesabatla çıxış etdim və ötən dövrdə Türkbanın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barəsində geniş məlumat verdim. İclasda təşkilatın məsələlərə baxıldı və müvafiq qərarlar qəbul olundu. Həmçinin təşkilata sədrliyi Qazaxıstan parlamentinə keçdi. Gündəlikdəki məsələlərə gəlincə, 2024-cü ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olundu. Maliyyə naziri Sahil Babayev ikinci oxunuşa qədər deputatlar tərəfindən səsləndirilən fikirlərə münasibət bildirdi. Qanun layihəsinin və hesabatı müzakirəsi zamanı hörmətli deputatlarımız tərəfindən büdcənin icrası ilə onun proqnozu arasında, o cümlədən büdcə kəsində fərqlərin olması barədə fikirlər səsləndirilmişdi. Hesab edirik ki, qaldırılan məsələyə konseptual və kompleks baxılmalıdır. Belə ki, bu istiqamətdə həm gəlirin, həm də xərcin proqnozu və icrası ayrılıqda dəyərləndirilməlidir. Kəsirin əslində bu iki anlayışın derivativi olduğunu nəzərə alsaq, bu göstəricilərdə dəyişikliklər kəsirin həcminə də ciddi şəkildə təsir edir. Gəlirin proqnoza nisbətən daha çox icrasında əsas səbəb neftin qiyməti ilə əlaqədardır. Çünki biz büdcənin proqnozlaşdırılması zamanı neftin qiymətini konservativ yanaşma ilə müəyyən edirik. Büdcənin icrası haqqında qanun layihəsi müzakirələrdən sonra ikinci oxunuşda qəbul edildi. 2024-cü ildə sadələşdirilmiş vergi üzrə daxil olmalar 373 milyon manat olub. Bu proqnoza nisbətən 2,7% çoxdur. Düşünürəm ki, xüsusən nəzərə alsaq ki, son 10 ildə sadələşdirilmiş vergi dövriyyəsi dəyişilmir. Sonuncu dəfə sadələşdirilmiş vergi dövriyyəsi 2016-cı ilin yanvarın 1-də 120 min manatdan 200 min manata dək artırılıb. Bu baxımdan təbii ki, mən təklif edərdim ki, sadələşdirilmiş vergi dövriyyəsinin 2 dəfə artırılmasına baxılsın. Büdcə sisteminin fəaliyyətini, səmərəliliyini xarakterizə edən bütün göstəricilərin təhlili belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycan 2024-cü ildə də düzgün maliyyə siyasəti həyata keçirib. 2024-cü ildə ölkəmizdə əldə edilən iqtisadi artım son illərdə həyata keçirilən dinamik, güclü inkişaf strategiyasının məntiqi nəticəsidir. Plenar iclasda qaz təchizatı haqqında qanun layihəsi də müzakirə edildi. Layihəyə görə qaz üçün sabit aylıq tarif müəyyənləşir. Sabit tarif qazdan nə qədər istifadə etdiyindən asılı olmayaraq hər ay eyni məbləğdə ödəniləcək. Bu ödəniş qaz sistemlərinin saxlanması və digər sabit xərcləri qarşılamaq üçün nəzərdə tutulur. Sabit tarif istehlakçı tərəfindən ödənilən ümumi tarifin sabit xərclə bağlı olan hissəsidir. Yəni, bu enerji təchizatçılarının daimi və dəyişməyən xərclərinin, misal üçün, infrastrukturunun saxlanması, əmək haqqı, təhlükəsizlik, texniki xidmət xərclərinin qarşılanması üçün nəzərdə tutulan məbləğdir. Bu məbləğ faktiki olaraq hal-hazırda da istehlakçılar tərəfindən ödənilir. Sadəcə tarif strukturunda ayrıca göstərilmir.
Ona görə də sabit tarifin qanunvericiliyə əlavə edilməsi heç bir halda yeni ödəniş və ya əlavə maliyyə yükü kimi qəbul edilməməlidir. İclasda ümumilikdə 12 məsələ müzakirə olundu. Günay Bünyadzadə, Elçin Tağıyev, Röyə Bənənyarlı, ASTV xəbər.